Salam aleykum əziz izləyicilər. Deməli belə bir dənə BYD Destroyer 05 yaxınlaşıb. Maşın getdiyi yerdə tormuz ayağının altından itirdi. Aşkarladıq ki, bunun ABS-ində problem var. Arxa sol və qabaq sağ təkər çarpaz maye gəlmir, maye basmır. Və problem ABS-ində çıxdı. Deməli əziz izləyicilər, bu BYD Destroyer 05-in ABS-in blokudur. Söktük, töktük. Deməli Zavaskoy defekti var. İnşallah yenisiyle əvəz edib qoyacaq, müştəriyə təhvil verəcək. Belə bir blok. Deməli əziz izləyicilər, bu da bizim təzə blokumuz, ABS-in təzə blokudur, pakovka. İndi inşallah bunu ustanovka eləyəcək maşının üstünə.